Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. 23-11-ci ay 2025-ci il Yüksək Akademinin keçirdiyi buraxılış fənni üzrə 9-cu siniflər üçün riyaziyyat suallarına baxacağıq. Keçək suallarımızın izahına. Birinci sualdan başlayaq. Sadə ədədi 5 vahid artırdıqda hansı ədəd alına bilməz? Yəni şagirdlər, mənə hər hansı sadə ədədlər verilib, onları mən 5 vahid artırmışam, bu ədədləri almışam və görək hansı ola bilməz. Yəni bu ədədləri mən 5 vahid azaldacağam. Mürəkkəb ədəd alınarsa, bunu demək mənim doğru cavabım olacaqdı. 18-i 5 vahid azaltsam neçə çıxır məndə? 13 necə ədəddir? Sadə. Bu getdi. 21-i 5 vahid azaltsam 16 verir. Görürəm ki, mürəkkəb ədəddir. Amma mənə demişdi ki, sadə ədəd 5 vahid artıran mürəkkəb. Elə cavabımız bu olmuş olacaq. Digərlərinə bax. 12-ni 5 vahid azaltsam neçə çıxır? 7. 7-ni 5 vahid azaltsam 2. 16-nı 5 vahid azaltsam 11. Görürəm ki, hər biri nədir? Sadədir. Yeganə nə oldu? 16. Yəni B variantı ola bilməz. Keçdik ədədlərin müqayisəsi. Uşaqlar, görürəm ki, sürət və məxrəclər arasındakı fərq hamısında eynidir. 1-dir və belə qaydamız da vardı ki, sürət və məxrəclər arasındakı fərq eyni olduqda rəqəmləri böyük olan kəsir böyük, kiçik olan kəsir kiçikdir. Görürəm ki, C böyük B-dən, o da böyükdür nədən? A-dan və yaxud da ki, bildiyimiz qayda. Orta məxrəci gətirin, müqayisə eləyin. Bunların orta məxrəci neçədir? 45. 3 içində 3-ə 5, 15-ə. A-nı nəyə vurmuş olarsınız birinci ifadədə? 45 15-ə vurarsınız da 45 olması üçün 15-i də sürətə vuranda 30 eləyəcək. B-də neçə olmuş olacaq sürətimiz? 45 olması üçün 9-a 36. İkincisində nə olacaq? 5-ə vuranda 40. Görürsünüzmü? C böyük B böyük A. C böyük B böyük A. Haradadır elə bir cavabımız? Y variantı uyğun gəlir. Keçək növbəti suala. A paralel B paralel C-yə və M bucağını 140 dərəcə verib, K-nı verib 110 dərəcə. Məndən nə soruşur? Alfa minus beta bucağı. Nə edərik? Bu tərəflərin hər hansı bir uzantısını çəksək. Baxaq görə nəsə verirmi bizə? Yox, heç ehtiyac qalmayacaq. Uşaqlar, baxın bura. Bu bucaqlar necə bucaqlardır? Uyğun bucaqlar. Yəni uyğun bucaqların cəmi neçə dərəcə olmalıdır? 180. 140 ilə betanın cəmi neçə olmalıdır? 180. Onda mən tapdım ki, betamız neçəymiş? 40 dərəcə. Betanı tapdım 40. Betanı tapdım 40 və buradan da görürsünüzmü? Rəngi dəyişim. Bu bucaqla da. Bu bucaq necə bucaqlardır? Daxili çarpaz. Daxili çarpaz bucaqlarda bir-birinə nədir? Bərabər. Yəni alfa plus beta neçə dərəcə olmalıymış? 110 dərəcə. Axı betanı tapmışdım 40. Gətirib yazaram yerinə. Yəni 110-dan çıxaram nəyi? 40-ı. Neçə dərəcə gəlir? 70 dərəcə. Məndən nəyi soruşur? Alfa minus beta cəmi. Alfanı tapdım 70. Betanı tapdım neçə? 40. Fərqi neçədir? 30 dərəcə. A variantı. Bu da belə. Getdik növbəti suala. Kəsirini ixtisar etdikdə 5-də 3 kəsir alınır. Baxın, 12-ni ixtisar aparmışam, 3 almışam. Nəyə bölmüşəm? 4-də. Demək, A-nı da 4-də böləcəm, 5 alacam. Yəni 5-i 4-də vursam neçə eləyir? 20. A-nın yerində neçə duracaq? 20. İfadəsinin qiymətini hesablayın. 3-ün kvadratı 9 minus modulda -5 ilə 8-i toplayanda 3. Məxrəcdə də -4 plus 1. Uşaqlar 9-dan 3 çıxsam 6. Bu da -3. Bölsəm neçə qalır? -2. C variantı. 61. Keçdik 62-ci suala. B fərqi A çoxluğunun elementlərin sayını tap. Yəni B-də olsun, A-da olmasın. A getdi, hər ikisində var. Bax, B-dir biri. Çünki A-da yoxdur. H-dır. M-dir. K-dır. Bir dənə B ortaqdır da. Belə çıxır ki, onda B, H, M və K neçədən oldu element? 4 dənə. Bir də dəqiq baxım görüm yoxdur başqa. Xeyr, demək 4 dənə B variantı. Uyğun tərəfləri paralel olan bucaqların fərqi düz bucağın 3/1-nə bərabərdir. Aha, uyğun tərəfi paralel olan bucaqlar ya eyni adlıdır, ya da müxtəlif adlı. Eyni adlı olduqda bucaqlar bir-birinə bərabər olmuş olur. O zaman fərq 0 olardı. Demək, bu halda müxtəlif adlı imiş. Müxtəlif adlı olduqda da onların cəmi nəyə bərabər olmalıdır? 180 dərəcəyə. Bucaqların fərqi düz bucağın 180 dərəcə. Uyğun tərəfi paralel olan bucaqların fərqi düz bucağın 3/1-nə bərabərdir. Düz bucağımız neçədir? 90 dərəcə. Onda 3/1 neçə olmuş olur? 30 dərəcə. Onda belə çıxır ki, fərqi də neçədəymiş? Beta 30 dərəcəyə. Buna sistem təlini kimi baxsam, tərəf-tərəfi toplayanda 2 dənə alfa bərabər 210. Alfanı necə tapıram? 105 dərəcə. Alfa 105-dirsə, beta onun qonşusu neçə çıxır? 75 dərəcə. Bu bucaqlardan kiçiyini tapın. Kiçiyi 75. Bu variant.
Cədvələ əsasən x minus y fərqini tapın. Ədəd -3,8 tam hissəsi x olur -4, tam hissəsi -4, kəsir hissəsi neçə çıxır? Y olur neçə? 0,2. Məndən nəyi soruşur? X minus y, yəni -4 minus 0,2, o da neçə edir? -4,2. -4,2 A variantı. Ay ərzində paltar mağazasında satılan malların diaqramda verilmişdir. Satılan malların neçə faizi köynəkdir? Uşaqlar, ümumi gəlin satılan mallara baxa görə neçə satılıb? Nə qədər malımız satılıb? Demək, ayaqqabını nə ilə göstərib bizdə? Bununla göstərib. Ayaqqabı 5, 7, 13. Ümumi 25 dənə mal satılıb. Ümumi 25'dir. Deyir ki, köynəkdir. Köynəyi mənə bura, bu mənə köynəyi göstərir, düzdürmü? Köynək budursa 13'ün taparam görüm ümumi satılan məhsul neçə faizidir? 25 ilə 100 apardım, ixtisar 4. 4'ü də 13'ə vuranda neçə qalır? 52 faizi. 52 faiz. Keçdik növbəti suala. Bu neçənci sualımız idi bizim? 65. 66. Dimdə də var bu suallardan. Biz üst bucaqda bir xassəyə veririk ki, böyük bucaq qarşısında böyük tərəf, kiçik bucaq qarşısında kiçik tərəf durur. Mənə şərt verir ki, lambda böyük betadan, o da böyük alfa. Lambdanın qarşısında duran tərəf aradır C. Demək C böyükdür. Nədən? Betadan. B hansı bucaqdan? Demək B-dən. O da böyük olacaq. Onda nədən? A-dan. Və bu şərtə görə modulun işarələrini təyin edək. A B-dən kiçik ədəddir. A B-dən kiçik ədəddirsə, kiçik ədəddən böyük ədəd çıxanda mənfi verir. Bu modul mənfi. C-dən B-ni çıxmışıq. Bu müsbət verəcək. Çünki C B-dən böyük ədəddir və burası qalsın yerində. Və modul mənfi olanda əksi çıxırdı. Nə çıxacaq? B minus A plus C minus B plus A plus C bərabərdir. Demək, burada nə verdi bizdə? B-lər getdi. C ilə C-ni topladım. 2 dənəsi. Mənfi A, müsbət A. Bunlarda 7 ilə 2'si qalmış oldu cavabımız. B variantı. A və B müsbət ədədlər olarsa, ifadələrdən hansı ən kiçikdir? İkisi də müsbətsə, hasil ən böyük olacaq. A variantı getdi. Sonra uşaqlar, cavablara görə baxsaq, cavabımız bu olacaq. Niyə? İstənilən bir ədəd qaçsa, məsələn, müsbət ədəd demir. 10 ilə 15. Mənfi 10 minus 15 nə verir? Mənfi 25. Bu daha, bu birisilərinə nisbətən bu daha kiçik ədəd verəcək. Ona görə cavabımız nə olacaq? D variantı. Məxrəci 24 olan, ixtisar olunmayan kəsirlərdən neçəsi 2'də 1 və 4'də 3 arasında yerləşir? Yəni 2'də 1 ilə 4'də 3. Uşaqlar, biz bunlarda gətirəcəyik eyni məxrəcə. Yəni məxrəci neçə olana 24'də. 2'də 1 məxrəci 24'də gətirsəm olacaq 24'də 12 və neçə? 24'də nəyə vurmuş olam? 6'ya 6'da 18. Məxrəci 24 olan və ixtisar olmayan neçə dənə kəsir bunun arasında yerləşir? Mən deyərəm ki, 24'də 13 ixtisar olunmayandır. 24'də 14 2'yə gedəcək, 15 3'ə gedəcək, 16 4'ə gedəcək, 17. 20'də 24'də 10'da 8, 24'də 10'da 8, 18 bura daxil edilir. 2'dən olmuş olacaq ikisi. Sonra A kiçikdir B. Yəni A minus B sıfırdan kiçikdir. Bir də bizə nəyi verib? AB hasili də sıfırdan kiçik. Uşaqlar, hasil sıfırdan kiçikdirsə, demək biri müsbətdir, biri mənfi ədəddir. Mən də baxıram ki, AB-dən kiçikdirsə, onda belə çıxır ki, A mənfi, B müsbət olar da, düzdürmü? Çünki hasil ikisi də mənfi olsaydı sıfırdan böyük olardı. İkisi də müsbət olsaydı sıfırdan böyük olmuş olardı. Amma mən görürəm ki, fərq sıfırdan kiçikdirsə, demək biri müsbət, biri mənfidir. Bu belə. Gəlirik bir-bir şərtlərə baxmağa. Biri mənfi, biri müsbətdir. Bu A bəndi gedəcək. Niyə? Çünki hər ikisi güya müsbətdir. Sonra baxıram, B-yə baxıram. B sıfırdan böyükdür. O da A-dan böyükdür. Elə cavabımız olacaq B variantı. Niyə? Çünki B müsbət ədəd, A mənfidir. C-yə baxın. B A-dan kiçikdir. Xeyr, ola bilməz. Sonra B sıfırdan kiçik, güya B mənfi. Biz B-ni tapmışıq, müsbət ədəd. Aydındır? Onda elə cavabımız nə olacaq? B variantı. 70-ci sual. 21 ədədi 35'in neçə faizidir? Birinci ədədi bölürəm, ikinci ədədə vururam nəyə? 100'ə. İxtisar aparsam 7'yə qalacaq 3, qalacaq 5 vurulsun 100. Bunu da aparsam, uşaqlar qələmi dəyişim, adamın gözün qamaşdır deyə olub. 5 ilə aparsam ixtisar 3 vurulsun 20, o da neçə elir? 60 faizi. Neçə faizini təşkil edir? 60 faizini. 71'ə baxaq. Şəkildə 3 fərqli bərabər tərəfli 3 bucaq. Bərabər tərəfli 3 bucaqdırsa, yəni bütün bərabər tərəfli 3 bucaqlar nədir? Bütün tərəflər bir-birinə bərabər.
AB-ni verim 18. AB hansı məsafədir? Bax, bu məsafəni verim 18. Əgər bərabər tərəflidirsə, mən bura A desəm olur A, A. Bura B desəm, bu olur B, B. Bura C desə olacaq C, C. AB məsafəsi də nəyə bərabərdir? A plus B plus C deyilmi? Bunu da verir bizə neçə? 18. Mənə deyir ki, üçbucaqların perimetrləri cəmini tapın. Üçbucağın perimetri nədir? Bunun perimetri, birinci üçbucağın perimetri 3 dənə A, ikinci üçbucağın perimetri 3 dənə B, üçüncü üçbucağın perimetri necə 3 dənə C. Buradan 3-ü qarşıya çıxartsam, A plus B plus C almış olaram. Yəni 3-ü də vuraram. A plus C, A, B, C cəmi də verib 18. Neçə çıxır bizdə? 54-ə. Cavabımız nə olacaq? Y variantı. B ilə C-nin A fərqidir B ilə C-nin kəsişməsi. Mən birinci nəyi taparam? B ilə C-nin birləşməsi. Birinci B ilə C-nin gəlin birləşməsini tapaq. Görək B ilə C-nin birləşməsinin elementləri nə verəcək bizə? 1, 6, 8, 9, 10, 4, 7, 9 var, 11 bir də. Və bu səfər bizə deyir ki, A-da olsun, bunlarda olmasın. A-da olub, bu çoxluqda olmayan element hansıdır? Yəni A fərqi B birləşsin C. Buna baxacağım da uşaqlar. Görək hələ hansı elementlərdir, o qələmi dəyişək. 1 var, demək 1 olmayacaq. 2 baxıram ki, yoxdur bunlarda. Demək 2-ni götürdüm, 3-ü götürdüm, 3 yoxdur. 4 var, götürməyəcək. 5-i varmı? 5-i, 5 də yoxdur, götürdüm. 6-sı. 6 var, götürməyəcəm. Demək neçədən oldu? 1 dənə, 2 dənə, 3 dənə. Demək n-lə verirsə onda neçə çıxacaq? 3 dənə element. 73-cü suala baxaq. 7 A3B ədədi 9-a tam bölünürsə A plus B cəminin ən 3-ə bölünməsindən alınan qalığı tapın. 9-a bölünmə əlaməti nə idi? Rəqəmlərinin cəmi nə olmalıdır? 9-a tam bölünməlidir. Onda belə çıxır ki 10 plus A plus B nə olsun? 9-a tam bölünsün. Uşaqlar, A plus B cəmi neçə ola bilər ki 9-a tam bölünsün? Deyərik 18. Bir də neçə ola bilər? 9 vayda artırsam 17 olar da təbii ki. Yəni A plus B-nin yerinə 17 yazsam 27-də 9-a tam bölünəcək və deyir ki, AB cəminin 3-ə bölünməsindən. Yəni AB cəmi 8-dirsə 8-i 3-ə bölsəm natamam qismətdə 2 qalıqda da 2 qalmış olurmu? Məndən qalığı soruşur. Alınan qalıq. Qalıq elə 2-dir və yaxud da ki 17-ni yoxlasam 17-ni də 3-ə bölsəm deyərəm natamam qismətdə 5. Yenə də qalıqda neçə qalır? 2. Onda elə cavabımız neçə olacaq? 2. Tənasibdən x, y hasilini tapın. Tənasibin əsas hissəsi nə idi? Kənar hədlərin hasili, orta hədlərin hasilinə bərabərdir 3, 8-in 24. Cavabmış olacaq. Sonra düzbucaqda ABC üçbucağında bucaq C 90 dərəcə AD tən bölən. Tən bölən isə bucağı tən bölən nə edir? Yarı bölürmə. Baba, bu düzbucaqlı üçbucaqda. İti bucağın 20-dirsə, yerdə qalan üçün 70 qalmalı deyilmi bu üçbucaq üçün? Onun üçün 70 qalırsa, onda o da tən bölən olduğuna görə 35 düşürmü bucaqlarımız? 35 düşür və üçbucaqda belə bir xassə var ki, hər hansı üçbucağın bir xarici bucağı özünə qonşu olmayan nəyə bərabər? Daxili bucağına. Buradan x nəyə bərabər olacaq? 90-la 35-in cəminə. O da neçə eləyir? 125 dərəcə. Və yaxud da ki, üçbucağın daxili bucaqlarına görə də tapa bilərsiniz. Yenə də bu iti bucaq 35-dirsə, yerdə neçə qalır 90-ı tamamlaması üçün? 55 qalırmı? Onda qonşu bucaqlar 180-dirsə, 180-dən 55 çıxaram neçə qalar? 125. Ədədinin 240 min ədədinin tərtibi ilə qiymətli hissəsinin hasilini tapın. Uşaqlar, bunun qiymətli hissəsi neçə olacaq? 2,4 vurulsun 10 üstü görə neçə? 1, 2, 3, 4, 5, 10 üstü 5. Tərtibi 5-dir. Qiymətli hissəsi də neçə? 2,4. Bu da neçə eləyir? 12-yə. 76-da 7. Keçdi. Neçənci suala baxmağa? 77. N və N sadə ədədləri üçün və sadə ədədlər. Uşaqlar, sadə ədədlər nə bu? Neçədir? 1 plus əkobu nədir? Onların hasili. Bərabərdir 40-a. Onda belə çıxır ki, n vur n hasili neçə eləyir? 39. M-in cəmini tapın. Uşaqlar, hansı ədədlərin hasili 39 eləyir? 3 ilə 13. Niyə bu şərtə görə gedirim? İkisi də sadə. Əslində 39 eləyən başqa ədədlər neçədir ki? 3 ilə 13, 39 ildir, bəli. M-in demək biri 3 imiş, biri də neçə imiş? 13. Onların cəmi və yaxud da ki, n 3-dür, m 13 fərqi yoxdur, onun cəmi götürəcək. Cəmi də neçə eləyəcək bizdə? 16. Həll tələb olunan suallar. Rəqəmləri hasili 6 olan bütün iki rəqəmli ədədlərin ədəd ortasını tapın. Nə deyir bizə? Rəqəmləri hasili 6 olan bütün iki rəqəm. Hə,
Uşaqlar, bütün iki rəqəmli deyəndə, yəni da ağlıza bütün iki rəqəmli ədədlər gətirmirsiniz. Həmin onun rəqəmlərin hasili də 6 olsun. Hansı ədədlərin hasili 6 ola bilər? 1 ilə 6 rəqəmləri bu olduqda, yəni 16. 16-nı yazmışam, sonda 61-i də yazaram. Çünki hasili 1 eləyəcək. Rəqəmlər hasili 1 vur 6, 6, 6 vur 1, 6. Başqa hansı iki rəqəmli ədəddir? 3, 23 və yaxud da ki 32 rəqəmləri hasili 6 eləyir. Başqa varmı hasili 6 olan? Xeyr, demək bunların cəmini soruşur bizdən. 16 plus 61 plus 23 plus 32. Bunun da nəyi soruşur bizdə? Ədəd ortası. Ədəd orta nə idi? Ədədləri toplayıb sayına bölürəm. Bu neçə elədi bizdə? 77 üzərinə gəldim. 23, 100, 132. 132-ni də 4-ə bölsəm uşaqlar neçə eləyir? 33 eləyirmi? Bəli. 33. 412, 7, 412, 13, 132, bəli. 33. Demək, ədəd orta neçə çıxdı? 33. Gəldik 79-cu suala. Şəkildə AB parçası üzərində C və D nöqtələri göstərilmişdir. AD-nin DB-yə nisbəti. Bax, bu nisbətə görə AD-ni neçə verib bizə? 8K götürərəm. DB-ni neçə verib bizə? 3K. Çünki 8-in 3-ə nisbətidir. Biz bu nisbəti bu şəkildə yazdıq. Sonra nə deyir bizə? CD məsafəsi 2BD-yə bərabərdir. Yəni CD bu məsafə 2BD-yə. BD-ni neçə götürmüşəm? 3K. Onda CD belə çıxır ki, nəyə bərabərdir? 12 mislinə 6K-ya. Bunu tapdım. Uşaqlar, AD məsafəsi məndə 8 idisə, buradan bura 6-dırsa, onda bura üçün 2K qalırmı? Və hansı nisbəti məndən soruşur? AD nisbəti. AD neçə idi? 8 dənə K-ya. AC neçə çıxdı uşaqlar? 2 dənə K. Onda bu nisbəti neçə verir mənə? 4-dür. 80-ci sual. A-B fərqi verib bizə. Bunun açılışını yazaq da. Bax, bu hissənin sürəti açıq. Təklik onluq yüzlük mərtəbəsi. Yəni 100 dənə A plus 10 dənə B plus C minus nə verəcək? 100 dənə B minus şagirdlər mənfi var deyənə mötərizənin qarşısı mötərizənin içinə təsir edəcək. Yəni işarəmiz əksinə dəyişəcək. Minus A 10-a daha doğrusu minus C. Məxrəcimiz isə qalır yerində 12 bərabər. 100A minus 10A neçə çıxır? 90 dənə A minus plus 10B var, minus 100B var, minus 90B qalırmı? Və plus C var, minus C var. Bunlar 7 sıfıra qalsın 12. 90-ı çıxartdım qarşıya. Nə qaldı məndə? A minus B 12 bərabərdir. 90 qalsın yerində. A minus B-nin də qiymətini bizə neçə verib? 2. Yəni 90 vurulsun 2 bölünsün neçə? 12-yə. Bunları apardım ixtisara 2-yə. Burada qaldı 6. 6 da 90. Bu da elə neçə verir mənə? 15-i verirmi? İxtisar apardım da 15. Keçdim sonuncu suala. Sonuncu sualdır mı? Bəli. 81. Məxrəci 45 olan ixtisar olunmayan düzgün kəsirlərin sayını tapmışlar. İxtisar olunmayan deyirsə, ədədlərimiz qarşılıqlı sadə ədədlər olmalıdır. Qarşılıqlı sadə ədədlərin tapılması üçün belə bir düstur verilir. A üstü N, B üstü M, C üstü K. Nə idi bizdə? A vurulsun 1 minus 1 bölünsün M, 1 minus 1 bölünsün M və 1 minus 1 bölünsün C. Qarşılıqlı sadə ədədlərin tapılması düstur. Yəni ədəddən kiçik, ədədlə qarşılıqlı sadə olan. Yəni bu düsturdan istifadə edəcəyik. Birinci gəlin 45-i sadə vurulları parçalasaq. 3-ün kvadratı vur 5 şəklində. Onda nə çıxır bizdə? 45 vurulsun 1 minus 3-də 1. 1 minus 5-də 1. 45-i vuraram 3-də 2-yə. Vuraram neçəyə? 5-də 4-də. 3, 5 hasil 15. 45 ilə aparsam ixtisar 3. Yəni 3 vur 2 vur 4. Neçə çıxır məndə? 24. Baxın, məxrəci 45 olan ixtisar olunmayan düzgün kəsirlərin sayını tapın. Hə, ixtisar olunmayan deyirsə, yəni qarşılıqlı sadə olan ədədlərin sayını tapdım 24. Elə bu ədədlərimiz nədir? İxtisar olunmayan 24. Bu da oldu bizim sonuncu sualımız. Sağ olun.